Behind Your Eyes adlı film psixoloji thriller janrında çəkilib. Film müstəqil kiçik Vesuvio Entertainment şirkət tərəfindən yaradılıb. İcraçı prodüser Greg Sims bildirir ki, az büdcəli keyfiyyətli filmlər artmaqda olan bazar aşkar edib. İndi insanlar deyirlər ki, bu daha cazibədar biznesdir. Bütün biznes modeli dəyişməkdədir və bir neçə istisnalar olmaqla daha böyük filmlər artıq yaxşı gəlir gətirmir. İstisnalar elmi fantastik janrda böyük studiyada çəkilmiş Avatar kimi blockbusterlərdir. Bu film dünya üzrə 2 milyard yarımdan çox gəlir gətirib. Lakin bu filmi çəkmək üçün 100 milyonlarla dollar xərclənib və bu cür filmləri bu günlər çox az sayda prodüserlər maliyyələşdirə bilirlər. Red Surf. Sims 1999-cu ildə işıq üzü görmüş Red Surf filmindəki kimi ümidverici gənc aktyorlar, həyəcan və hərəkət dolu səhnələrdən istifadə edir. Hey, all right, great. Bu film gənc George Clooney-ni və rock ulduzu Jenny Simmons-u məşhur etdi. Prodüser deyir ki, bu bir qrup tamaşaçıya həsr olunmuş, klassik və gəlir gətirən bir film oldu. Vahimə janrı kiçik büdcə ilə çəkilə bilən film janrlardan daha biridir. 1997-ci ildə Sims Touch Me filmi ilə yeni romansını sınaqdan keçirdi. O yeni rəqəmsal texnologiyanın xərci azaltmağa kömək etdiyini bildirib. İndi görürük ki, milyon yarım və ya 2 milyon dollar dəyərində film çəkənlər sərf etdikləri büdcənin əvəzini əldə edə bilmirlər və çox sayda filmlərin 100 min, 200 min, 400 min dollara çəkilməsinin şahidi oluruq. O deyir ki, bunun yolu keyfiyyətli çəkiliş və reklam, bir də filmin bölgələrə paylanmasına nəzarətdir. Mənim işim zirək olaraq bazar iqtisadiyyatındakı dəyişikliklərə uyğun hərəkət etməkdir. Bu dəyişikliklər hər il deyil, hər saat baş verir. O, Behind Your Eyes kimi filmlərin DVD satışı, rəqəmsal yükləmə və beynəlxalq yayım yolları ilə gəlir əldə edə bildiyini deyir. Vaşinqtondan Bəxtiyar Zamanov, Amerikanın səsi.